Biz Rusiya-Ukrayna cəbhəsində baş verən mühüm xəbərləri diqqətinizə çatdırmağa çalışacağıq. Söhbət qarşılıqlı şəkildə hücumlardan gedir. Qeyd edək ki, verilişimizin növbəti qonağı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü politoloq hörmətli Tural İsmayılovdur. Xoş gördük Tural bəy, hər vaxtınız xeyir olsun. Salam Rüşid bəy, hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, sizlərin hər birinizdən mən xahiş edirəm, müzakirəmiz başlamaz. Hər kəs yayımı mütləq bəyənsin, paylaşsın, şərh bölməsində hörmətli ekspertimizə suallarınızı, eyni zamanda ünvanlamağı unutmayın, eyni zamanda təbii ki, kanalımıza da abunə olmağı yaddan çıxarmayaq lütfən. Hörmətli Tural bəy, bu günlərdə çox önəmli xəbərlər gəlir, durmadan gəlir bu xəbərlər bu arada. Yəni, həm Qaradənizdə bir neçə dəfə Rusiyaya məxsus tanker vurulur Ukrayna tərəfindən, həm də bugün Rosneft, Rostov istiqamətində limanlarda daha bir Rusiyaya məxsus neft tankeri Ukrayna tərəfindən hədəf alındı və məhv edildi. Gələn xəbərlərə görə həmin o zərbələr və yanğınlar nəticəsində həyatını itirənlər və yaralılar da kifayət qədər çoxdur, dəqiq sayı açıqlanmasa da. Nələr baş verir və bölgəni, xüsusilə bu savaşın gələcəyini nələr gözləyir? Təşəkkür edirəm. Təbii ki, Rusiya-Ukrayna müharibəsində təəssüflər olsun ki, pozitiv məqamlara köklənmək üçün iradə ortaya qoyulmur və bu müharibəni əsas başladan, Ukrayna torpaqlarını işğal edərək beynəlxalq hüququ kobud şəkildə tapdalayan Rusiya hələ də öz ambisiyalarından əl çəkmir. Və əlbəttə ki, Rusiyanın öz ambisiyalarından əl çəkməməsi Rusiya-Ukrayna müharibəsindəki o kritik qalanın davam etməyinə səbəb olur. Və biz görürük ki, Rusiya tərəfindən hər gün hansısa yeni fikirlər səslənir və Kremlin bəzi dırnaqarası siyasi şərhçiləri, eyni zamanda hətta rəsmi nümayəndələr belə açıqlamalarında hansısa yeni iddialar irəli sürür. Və yeri gəlmişkən Rusiya-Ukrayna müharibəsi davam etdikcə Rusiyanın özü üçün də problemlərin məngənəsi get-gedə böyüyür. İstər iqtisadi sanksiyalara görə Rusiya iqtisadiyyatının düşdüyü vəziyyət, istər cəmiyyətin içərisində artıq bu müharibənin davam etməməsi ilə bağlı ciddi çağırışlar var. Sadəcə olaraq qorxudan və Rusiyadakı o sərt qapalı idarə etmə üzündən insanlar öz fikirlərini səsləndirə bilmir. Rusiyada eyni zamanda real müxalifətin tam sıradan çıxarılması alternativ siyasi səslərin eşidilməməsinə də səbəb olur. Və təbii ki, belə bir faktorda Rusiyanın daha aqressiv mövqelər nümayiş elətdirdiyini görürük. Sonuncu olaraq Rusiya rəhbərliyinin Avropaya təhditkar şantaj dilində bəyanatlar verməsi, Ukraynadakı işğal prosesini öz aləmlərində öz uydurduqları saxta narrativlərlə dırnaq içində əsaslandırmağa çalışması ənənəvi Rusiya işğalçılıq siyasətinin davamı kimi oxunmalı və qəbul edilməlidir. Və faktiki olaraq gözləntilər ondan ibarətdir ki, heç olmasa gələn ilin əvvəllərində və yaxud da bu ilin sonuna doğru Rusiya ilə Ukrayna arasında hansısa yekun belə olmasa bir çərçivə və yaxud da niyyət sazişi qismində bir sülh müqaviləsi və yaxud da sülh müqaviləsinin ilkin variantı razılaşdırılsın. Amma görünən odur ki, bu yeni tələblərin irəli sürülməsi, Rusiyanın özünün də bu prosesdə maraqlı olması, Avropa ilə, Amerika ilə danışıqlar prosesində fərqli mövqelər ifadə etməsi tamamilə konkret bir sənədin qəbul edilməyi məsələsini yubadır və Rusiya problemin mahiyyətinə fokuslanmaq yerinə problemdən kənar, alternativ mövzuları dövriyyəyə buraxaraq ictimai rəy çəkdirməyə, qlobal media gündəminə özünün uydurduğu hansısa əsassız ideyaları transformasiya etməyə çalışır. Yəni, bugün Ukraynada hansısa seçkilərin keçirilməməsi Rusiyanın qarşılayacağı bir mövzu olmamalıdır. Rusiya bugün fokuslanmalıdır ki, bu müharibə bitsin. Yəni, sərhəddəki aktiv döyüş əməliyyatları dayansın. Amma biz nəyə görürük? Gah Ukraynadakı seçkilər məsələsini qabartmağa çalışırlar, gah bu dəfə də Polşa və digər yanı Baltikanı ölkələrlə bağlı Rusiya mətbuatında ağla sığmaz yazılar yazılmağa çalışılır. Və bu da sözünüzə qüvvət, hörmətli Tural bəy, bu məqamda bir haşiyə çıxın. Bu günlərdə Qazaxıstanı da hədəf alıblar. Yəni, bu artıq öyrənmişik, düzdür. Bu Qazaxıstanı təhdid eləməyə. Ancaq dövlət dumasında artıq Qazaxıstanı da təhdid eləməyə başlayırlar ki, niyə NATO standartlarına keçid edir? Yəni, təbii ki, artıq biz görürük ki, Rusiya onu anlamaq istəmir ki, yəni bu regiona yaxın olan ölkələrin özlərinin öz müstəqil xarici siyasət kursları var. Hansı ölkə istəsə
o NATO-ya yaxınlaşa bilər, hansı ölkə istəsə digər bir formada, tutaq ki, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı var da, görə bunu NATO-ya alternativ kimi yaratmışdılar, amma indi reallıqda bunu da söyləmək lazımdır ki, bu təşkilat heç nəyə nail olmadı və bütövlükdə çox yararsız və lazımsız bir təşkilat olaraq qalmaqda davam edir. Amma hər halda o təşkilatın üzvü olan ölkələrin içərisində bizim hörmət etdiyimiz dost ölkələr də təmsil olunurlar və özəlliklə Türk Dövlətləri Təşkilatında olan ölkələri nəzərdə tuturam, KTMT üzvü olan ölkələr, amma hər bir halda yəni bu təşkilat nəyə nail oldu ki? İndi ona görə də hansısa ölkələri artıq öz xarici siyasət kurslarında seçdikləri yola görə köhnə imperialist təfəkkürlə təhdid eləməyə çalışmaq əlbəttə ki, 21-ci əsrin və çağdaş bəşəri insani hüquqi və hətta siyasi dəyərlərin dili ilə uyğun gəlmir, paradoksal ziddiyyətlər ortaya çıxır və təəssüflər olsun ki, Rusiyada bəzi siyasətçilər hələ də anlamırlar ki, bugün o tarixdə imperiyalar dövrü arxada qalıbdır. Real dünya artıq başqa cür yanaşmalar tələb edir və sən hansısa təhdidlərlə, hansısa işğal prosesi ilə dövlətlərin iradəsini sındıra bilməzsən. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Rusiya Ukrayna ərazilərini işğal etsə də, Ukraynaya qarşı qəbul edilməz işğalçılıq siyasəti həyata keçirsə də, nəticədə nə oldu? Ukrayna xalqı sınmadı, Ukrayna dövləti sona qədər mübarizə aparır və aparmaqda da davam edir. Bu baxımdan, bax, məsələn, Rusiya tərəfindən özəlliklə, yəni hər an yeni hansısa bir təhdidin, hər an yeni hansısa bir dırnaq arası təşəbbüsün ortaya çıxmaq ehtimalları və imkanlarına görə mən düşünürəm ki, nə qədər bugün 80-90% analitik mərkəzlər, ekspertlər Rusiya-Ukrayna müharibəsində bu ilin sonu və gələn ilin əvvəlinin belə deyək, kilit olduğunu vurğulasalar da, real sülhün əldə edilməsi imkanları daha gec də əldə oluna bilər. Yəni, çətin qış aylarında müharibə Ukraynaya sərf etmədiyi kimi Rusiya üçün də əlbəttə sərf edilməz bir məqamdır. Amma dediyim kimi, yəni Rusiyanın bu prosesə yanaşması, bütövlükdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq sisteminə yanaşması qeyri-adekvat olduğuna görə biz o qədər də yəni rahat əmin olmamalıyıq ki, artıq tutaq ki, Berlin danışıqlarında uğurlar var, nə bilim, Rusiya tərəfindən hansı açıqlamalar verir. Məsələn, Rusiya Dumasında biri durub, tutaq ki, sülhlə bağlı çağırış eləyir, səhəri günü deyək ki, Avropa ölkələrini təhdid edirlər və yaxud da deyək ki, dünyanı yeni müharibə ilə və yaxud da nüvə silahlarının istifadəsi ilə bağlı təhdid edən hansısa qurama politoloqlar, nə bilim, hansısa media nümayəndələri ortaya çıxır. O baxımdan da bu məsələnin həllinin tək variantı dediyim kimi silahın yerə qoyulması ilə bağlı konkret ortaya iradənin qoyulmasıdır. Və nə qədər ki, bu gün Amerika Birləşmiş Ştatlarının sülh yaratma missiyası Avropa İttifaqındakı bəzi ölkələr tərəfindən linç ediləcək, bu NATO-nun özünün daxilindəki birlik modullarının özünün də gələcəyi baxımından ciddi təhdidləri yarada bilər. Ona görə Avropa İttifaqı da bütün umumi küsüləri və eyni zamanda Donald Trump'ın siyasətinə qarşı olan qısqanclığı kənara qoyub, bu müharibədə real nəticənin əldə olunması üçün daha baskıcı bir ritorikaya keçməlidir. Nə vaxta kimi ki, Avropa İttifaqı Ukraynaya dəstəkdə, Ukraynaya yardımda və ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində silahların susması ilə bağlı mövqelərdə Amerika Birləşmiş Ştatlarının barışçıl qlobal missiyası ilə taban-tabana zid mövqelər nümayiş etdirəcək. Mən hesab edirəm ki, işğalçı da bu prosesdə öz mənfəəti üçün yararlanmağa davam etməyə çalışacaq. Təbii ki, mən sizinlə bir xüsusi məsələni də müzakirə etmək istəyirəm. Söhbət Qaradəniz istiqamətində baş verən proseslərdir ki, ötən müzakirələrimizdə də bu məsələyə bir geniş müstəvidə toxunmuşduq. Bugünkü reallıqlar əsasında da sizin təhlillərinizi, fikirlərinizi eşitmək istəyərik bir politoloq kimi təbii ki. Söhbət Rusiyanın artan aqressiv ritorikasından gedir. Yəni, bugün sadəcə Ukrayna və yaxud da Şərqi Avropa ölkələrinin hava məkanını pozmaq və bu kimi təxribatlarla yekunlaşmaq istəməyən Putin Rusiyası həm də Qaradəniz istiqamətində Türkiyəyə məxsus mülki gəmi başda olmaqla bir neçə dəfə ardıcıl olaraq dron hücumlarına məruz qoymasıdır ki, bugün doğrudur, Türkiyə tərəfi bir strateji səbir göstərir. Bu proseslərdə aqressiv ritorika ilə çıxış eləmir. Ancaq gedişatda Qaradəniz istiqamətində Türkiyə və Rusiya arasında hər hansı bir qarşıdurma müşahidə edə biləcəyik mi sizcə?
Yəni Rusiya ilə bax siz bayaq o Qazaxıstana qarşı təhdidkar ritorikadan nümunə çəkdiniz. Mən də Baltikanı ölkələrə qarşı Rusiyadan artan media, eyni zamanda Rusiya siyasi dairələrinin o təhdid və şantaj dilinin güclənməyi ilə bağlı faktoru vurğuladım və doğrudan da bu müharibədə nə qədər imkanları tükənə getsə də Rusiyaya qarşı birlik, adekvat addım atılmalıdır ki, müharibə dayansın və bundan sonra ümumiyyətlə Rusiya yeni ambisiyalardan əl çəksin. Amma bu imperialist təfəkkürdə olmaq, ümumiyyətlə hansısa belə deyək də keçmişin duyğuları və həmçinin keçmişdəki o filan ərazilərə qədər biz gedib çıxa bilərdik kimi yalan maşınından istifadə etməyə çalışmaq nəticədə qeyri-real o ambisiyalara da səbəb olur. Təbii ki, bu gün Qaradəniz ətrafında baş verən hadisələri xoş deyil. Yeri gəlmişkən bir neçə gün əvvəl qardaş ölkə Türkiyənin, bilirsiniz, Xarici İşlər Nazirliyi bəyanat yaymışdı orada, çünki Türkiyənin maraqları var və ona qarşı da təhdid yaranmış olur. Yəni harda özləri yoxdursa ora əl atmağa çalışırlar, yeni problemlər yaratmağa çalışırlar və əslində baxın, bunu mən özəlliklə bu il tez-tez öz təhlil yazılarımda yazmışam, çıxışlarımda vurğulamışam ki, biz qlobal həmrəylik şuuruna malik olan bir dünya düzəni formalaşdığını görməliyik. Yəni necə? Dünyanı narahat edən daha elmi, daha ciddi, özəlliklə iqlim məsələləri kimi problematikaya köklənməliyik. Amma biz nəyə görə? Biz bunun əksinə dünyaya yeni problemlər yaratıldığını görürük. Yeni narahatlıqların ərsəyə gətirildiyini görürük. Yəni sabah Rusiya-Ukrayna müharibəsində atəş səsləri sussa belə, baxın, daha kəskin və belə deyək də, daha cəsur addımlar qlobal həmrəylik naminə bəlli siyasi paytaxtlardan və mərkəzlərdən atılmadığı sürəcə Qaradəniz ətrafında hansısa yeni gərginliklərin olmayacağı zəmanəti yoxdur. Necə ki, son baş verən hadisələr mənim bu fikirlərimi təsdiq edir və yaxud da sabah Baltikanı ölkələrə Rusiyanın hücum etməyəcəyinə dair zəmanət yoxdur. Hələ də Moldovanın Dnestryanı problemi davam edir. Hələ də Gürcüstan ərazilərində separatçı Abxaziya və Cənubi Osetiya tragikomediyası davam edir. O baxımdan hesab edirəm ki, bütövlükdə separatçılıq, yeni ərazi iddiaları, dünyanın nüvə müharibəsi və 3-cü dünya müharibəsi ilə şantaj ritorikasına qarşı iqtisadi yatırımların sayı çoxalmalıdır. Yəni, bunun üçün də aqressorlardan iqtisadi enerji məhsulları və sair sahədə hansısa asıllıqlar varsa, bunları tamamilə aradan qaldırmaq gücü var. Bugün Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı dəmiri eyni yerdən döyməyi bacarsa, yəni Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının siyasətinə zid mövqe, Donald Trump'ın siyasətinə zid mövqe tutmaqdan vaz keçsə, mən hesab edirəm ki, biz daha praktiki, daha real, daha diplomatik nəticələri görə bilərik. Əksi olacağı təqdirdə Qaradənizdən Baltika qədər, yəni bütün dünyada yeni gərginlik ocaqlarının yaranmaq ehtimalı gələn ildə kifayət qədər yüksəkdir deyə düşünürəm. Yəni Türkiyənin siz ümumiyyətlə hər hansı bir təpkisini gözləyirsinizmi bu istiqamətdə? Türkiyə məncə lazım olan təpkini qoydu. Əslində Türkiyənin təpkisində hər iki tərəfə bir xəbərdarlıq var idi. Biz bilirik ki, indi Rusiya faktiki olaraq Türkiyə ilə münasibətlərə ehtiyacı var. Çünki Türkiyə yeganə NATO ölkəsidir ki, Ukraynanın ərazi bütövlüyünü və mərd-mərdanə müdafiə etdi. Amma eyni zamanda Rusiya ilə də danışıq imkanlarını heç vaxt sıfırlamır və yeri gəlmişkən bir neçə gün əvvəl Rusiya prezidentinin 2026-cı ildə Türkiyə səfər edəcəyi ilə bağlı bir məlumat da beynəlxalq mətbuatda yayıldı. Əlbəttə, Türkiyə hər bir məqamda Rusiya öz sözünü deyib, öz yerini göstəribdir. Bu gün də Ukraynanın ərazi bütövlüyünə Türkiyənin sarsılmaz bağlılığı mövcuddur. Amma təbii ki, indiki məqamda Rusiya və deməli, Türkiyə arasındakı münasibətlər kəskin bir fazaya daxil olmayıbdır və eyni zamanda Rusiya ehtiyat edir ki, Türkiyə ilə münasibətləri korlansın. Çünki Türkiyə ilə də münasibətləri korlamaq, körpüləri yandırmaq Türkiyə üçün yox, Rusiya üçün ciddi itki olar deyə düşünürəm. Aydındır, hörmətli Tural bəy, mən sizə təşəkkürümü bildirirəm, minnətdaram dəvətimizi qəbul edərdiniz. Çox sağ olun.